Gəlin bunların necə qurulduğunu, necə yerləşdiyini, hardan gəldiyini, necə yumşaqlıq qatdığını birlikdə görək. Butterfly işıqlandırması edəcəyik. Butterfly işıqlandırması üçün bir stand, bir də bumarımdan istifadə edəcəm. Normalda bumarım istifadə etmək şərt deyil. Kameranın normalda arxasına qoymaq olar, amma kameranın arxasında yer olmadığı üçün stendi sağ tərəfdən vurub bumarımı da mərkəzləşdirəcəm. Yəni bunun köməyi ilə mərkəzləşdirəcəm. Normalda bu hissəyə taxacaqdım işığı, amma burada sürüşdüyü üçün istədiyim formada dura bilmirdi. Onun üçün bundan istifadə edəcəm. Artıq istədiyim formaya gəldi. Tək bir dənə bir şey qaldı. Şnurları taxıb işlətmək. Butterfly işıqlandırması hazırdır. Burada işıq qarşıdan düz gəlir və üzdə simmetrik bir görüntü yaradır. Eyni zamanda burun altında yaratdığı kəpənək formasında kölgəyə görə də butterfly işıqlandırması deyirlər. İndi isə keçək digər işığa. İndi isə keçək Rembrandta. Rembrandt üçün bizə nə lazımdır? 2 ədəd stand, 1 ədəd gripet, 1 ədəd negativ fill, bir də işığın özü. Softbox-la birlikdə. Əgər yan tərəf, yəni otaq balacadırsa, yan tərəfdə ağ divar və ya güzgü varsa, qarşısına negativ fill qoymağımız mütləqdir. Çünki işıq buradan vurduğumuz zaman grid olsa belə geri qayıda bilir, yansıması olur. Yansıma istəmirik, bir tərəf qaranlıq qalsın istəyirik. Onun üçün bundan istifadə edirik. Negativ fill hazırdır. Bir də standın üstünə işığı qoyuram. 45 dərəcədən yuxarıdan bu üçbucaq alındırmağa çalışacağıq. Rembrandt işığı deyirlər buna. Bir dənə qalır işığı üstünə tuzdurmaq. Rembrandt işıqlandırması hazırdır. Burada işıq 45 dərəcədən gəlir və burada bir üçbucaq yaradır. Bu işıqlandırma əsasən portret fotoğraflarda çox istifadə olunur. İndi isə keçək digər işığa. İndi keçirik split işığa. Split işıq Rembrandt işıqdan qurulum cəhətdən çox fərqli deyil. Negativ fill öz yerində durur. İşıq sadəcə 45 dərəcədən 90 dərəcəyə dəyişirəm. Split işıqlandırması hazırdır. Burada işıq tam yandan gəlir və üzün bir hissəsini işıqlandırır, digər hissəsini isə tamamilə kölgədə saxlayır. Bu işıq əsasən dramatik səhnələrdə çox istifadə olunur. İndi isə keçək digər işığa. İndi keçirik booklight-a. Booklight üçün bizə bu setupdan ekstra olaraq nə lazım olacaq? 2 dənə tripod və 2 tripodun üstünə bunu taxacam. Bunun üstünə də ağ parçanı taxacam. Negativ fili yığışdıracam. Softbox-ı yığışdıracam. Keçə görək nə edirik. İşıq buradadır. Buradan reflektoru dəyir. Buradan isə geri qaydanda da bu parça ilə birlikdə yumşalır. Bu tərəfə gün işığına oxşar bir yumşaq bir işıq gətirir. Amma bu negativ fili işlətməyəcəm, bunu çıxardıram. Booklight işığımız da hazırdır. Burada işıq reflektora dəyir. Oradan əks olunur. Qarşısına qoyduğumuz parçaya keçir və yumşalaraq gəlir. Bu işıq pəncərədən girən günəş işığına oxşuyur. Çox təbii bir görünümü var və çox yumşaq bir işıqdır. Və bununla birlikdə işıq qurulumumuz bitdi. Hələlik.